Salam, mən Toğrul Ömərov, uşaq cərrahı. Bugün sizə etdiyimiz bəzi uşaq cərrah xəstəlikləri haqqında məlumat verəcəm. Bunlar öncəliklə yeni doğmuşların xəstəlikləridir, döş qəfəsində olan patologiyalardır, hansı ki, ağciyərlərdə qida borusunda olan problemlər, qida borusunun atreziyaları, ağciyərin anadan gəlmə kistləri, döş qəfəsində yerləşən şişlərdir. Qarın boşluq orqanlarında qaraciyərin, dalağın kistləridir, mədənin, 12 barmaq bağırsaq, nazik bağırsaq, anadan gəlmə atreziyaları, bağırsaq keçməməzlikləri istər qazanılma ola bilir, istər anadan gəlmə ola bilir. Yoğun bağırsaqda qəbizlik yarada bilən patologiyalar hansı ki, hiç burun xəstəliyidir. Biz vurğuladığımız bütün xəstəliklər cərrahi xəstəliklərdir. Bağırsağın iç-içə girməsi invaginasiyadır. Apendikulyar çıxıntının iltihabı apenditsit dediyimizdir. Qarın boşluğunun müxtəlif nahiyələrində kistlərdir. İstər travmatik olan bir kistlərdir, mədə-altı vəzin kistləri, məsələn, travma nəticəsində yarana bilir. Qaraciyər öd yollarının xəstəlikləridir və uroloji xəstəliklər içində hidronefroz, böyrək genişlənməsi, vezikouretral reflux, sidik hissəsindən böyrəyə geri qayıtması, ən sadə enməmiş xaya, kriptarxizm, hidroseli xaya suyun yığılması, hipospadiya ən çox yarışan sidik qalan anomaliyası, epispadiya və ən ağır hallardan biri isə sidik hissəsində ekstrofiya və digər xəstəliklərdir ki, biz bunlarla geniş şəkildə məşğul oluruq.